Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə döşəməli plov resepti paylaşacağım. Hər kəs fərqli hazırlaya bilər. Bu da mənim üsulumdur. Deməli biz 3 stəkan düyünü suda yumuşam, tərtəmiz. Biraz da suda saxlayıram. Deməli bir miqdar gavalı qurusudur, özüm qurutmuşam. Şabalıddır, ərik qurusudur. Döşəməsi üçün də mən kənd toyuğundan istifadə edirəm. Bir ədəd beçəmiz var burada. Bir də orta boy soğan. Gəlin hazırlayaq. İşə toyuğumuzu doğrayıb bir buğumda qaynatmaqla başlayırıq. Həddən artıq kövrəkdir toyuğumuz, yəni tez bişir, çünki balacadır. Ona görə biraz elə duzlu suda qaynatsa bir buğum bəs eləyər. Qaynamağa qoyuruq toyuğumuzu. Soğanlarımızı doğradıq. Qaynatdığımız, az miqdar qaynatdığımız toyuq ətimizi əlavə edirik. Şabalatımızı əlavə edirik. Sıra alça turşumuzu, bizdə alça turşusu sevilir deyə biraz miqdarı sizə çox gələ bilər, amma zövqə görədir meyvə qurlarını əlavə etmək. Biraz da ərik qurusu əlavə edirik. İstəyən kişmiş də əlavə edə bilər. Yine deyirəm, meyvə qurları zövqə görədir. Tuzunu, istiotunu əlavə edib yaxşıca qarışdırırıq. Ət qaynayanda toyuq ətinə duz atdığımız üçün indi mən bir miqdar burada soğan və meyvə qurları üçün əlavə edirəm duzu və biraz da istiot əlavə edirik. Zəfəranımızı bir miqdar stəkana tökürük. Üzərinə qaynar su tökürük. Və dəmlənməyə qoyuruq düyümüz üçün. Qaynayan suyumuza düyümüzü əlavə edirik. Düyümüz qaynayana qədər biz aşımızın altına qazmaq hazırlayırıq. Bunun üçün bir ədəd yumurta, 2 dolu qaşıq qatıq, bir də qaynayan düyüdən bir miqdar əlavə edəcəm. Kazanımıza bir miqdar yağ koyuruq, tereyağı və qazmağımızı kazanımızın dibinə yayırıq. Bir taxta qaşıq yardımı ilə hissələrə ayırırıq ki, pişəndən sonra çıxartmaq asan olsun bizim üçün. Bir miktar düyüdən əlavə edirik. Əridilmiş tereyağını əlavə edirik zövqə görə. Dəm alan zəfəranımızın suyunu əlavə edirik. Aşımızı 1 saat 30 dəqiqə arası, saat yarım arası dəm almağa qoyuruq. Budur, aşımız hazırdır. Çox ləzzətli bir yeməkdir. Hazırlayın, siz də nuş edin. Belə videolarımızın davamı üçün də kanalımıza abunə olun. Videomuzu da bəyənin. Hər kəsə nuş olsun.